Xanты-Mansisk Muxtar Dairəsinin Dumasında təmsil olunan Azərbaycanlı deputat Xalid Tağızadə miqrantlarla bağlı qalmaqallı çıxışından sonra Rusiyanı tərk edib. Siyasi dairələrdə onun ölkədən qaçdığı və Azərbaycana getdiyi haqda məlumatlar yayılıb. Yeni Sabah Azmilli Aza istinadən məlumat verir ki, deputat parlamentdə çıxışı vaxtı özbəklər Yuqranı öz tarixi vətənləri kimi görürlər fikrini səsləndirib. Tağızadə deyib ki, Yuqra və Tümen vilayətinin bir hissəsi tarixi baxımdan Sibir xanlığına məxsus olub və sonuncu hökmdar xan Küçün Buxara xanlığından çıxmış özbək Şeybanilər sülaləsinə mənsub olub. Bu səbəbdən bəzi miqrantların bölgəyə öz tarixi torpaqları kimi yanaşmasının mümkünlüyünü əlavə edib. Deputatın çıxışı ictimaiyyətdə sərt tənqidə səbəb olub. Federal səviyyədə də məsələ rezonans doğurub. Rusiya Dövlət Dumasının deputatı Stanislav Naumov deyib ki, Tağızadəni süpürgə ilə qovmaq lazımdır. Dumanın sədri Boris Xoxryakov isə deputatın etika komissiyasına çağırılacağını açıqlayıb. Buradan Xalid Tağızadə üzr istəsə də, bu Rusiya İnsan Hüquqları Şurasının üzvü Kiril Kabanov tərəfindən şübhə altına alınıb. Tağızadə açıqlamasında belə bildirib. Yuqranın miqrantlar üçün cəlbedici olmasının səbəbləri haqda fərziyə irəli sürdüm. Qəti hökm deyildi. Təəssüf ki, fikirlərin birmənalı qarşılanmadı. Bunun üçün üzr istəyirəm. Qalmaqaldan sonra deputat jurnalistlərin zənglərinə cavab verməyib və Dumanın iclaslarına qatılmayıb.